Gələcəyimiz olan uşaqların keyfiyyətli tərbiyə və təhsil almaları, onların hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərdəndir. Uşaqların gələcək inkişafının ilkin təməli məhz uşaq bağçalarında qoyulduğundan bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Vətən bu günü, sabahki toy düyünü, haqqım var ki öyünü, Azərbaycan deyəndə. Vətən astığın qalb, vətən astığın düz, vətən astığın sabah, vətən istəyir budur. Şəmkir şəhər 3 saylı körpələr evi uşaq bağçası bunun əyani təsdiqidir. 150 yerlik olan müəssisədə 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi yüksək səviyyədə tədris olunur. Burada balacaların təlim tərbiyəsi peşəkar pedaqoji heyətə həvalə edilib. Və fiziki inkişafda məşğələlər keçərək onları o istiqamətdə yönəldirir ki, uşaqların fiziki inkişafıdır, sağlamlığı, təhlükəsizliyi, idrakin inkişafı istiqamətdə yönəldirik və onları daha da intellektual inkişaf elətdirməyə çalışırıq ki, onlar o istiqamətdə daha yüksək nəticələr əldə eləsin. Bəli, əminik ki, hər bir valideyn övladının istər müasir, göz oxşayan binası, istərsə də yüksək səviyyəli təlimin təşkil olunduğu məhz bu bağçada böyüyüb inkişaf etməsi arzusundadır. Təhlükəsizlik məqsədi ilə müşahidə kameralarının quraşdırıldığı müəssisədə həm həyət, həm də bağçanın bütün otaqları daim nəzarətdə saxlanılır. Azyaşlı sakinlərin zövqünə uyğun qurulan bağça onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz olunub. Kristal TV-yə açıqlama verən Şəmkir şəhər 3 saylı körpələr evi uşaq bağçasının müdiri Günel Məmmədova da burada yaradılan şəraitdən razılığını ifadə edib. Bağçanın təməli qurulub və təhvil verilib. 2007-2008-ci ildə əsaslı təmir olunaraq uşaqlarımızın gözəl fəaliyyət göstərməsi üçün bizlərə təhvil verilibdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyeva və vitse-prezidentimiz Mehriban xanım Əliyevaya və Qazax Tovuz Regional Təhsil İdarəsinin rəhbəri cənab Arslan Hacıyeva özlərinin təşəkkürümüzü bildiririk ki, bağçalara bu qədər diqqət və qayğı göstərirlər. Uşaqların qidalanmasına xüsusi ərzaqlar, vitaminli ərzaqlar göndərilməsi təmin olunur. Uşaqlar çox yüksək səviyyədə ərzaqlarla təmin olunurlar. 3 dəfə gün ərzində qidalanırlar. Bugün böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşmasında təhsilin ilk pilləsi olan uşaq bağçalarının rolu olduqca önəmlidir. Sonda çəkilişlə şərait yaratdığına görə Kristal TV olaraq Qazax Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, onun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nəcibə Vəliyevaya minnətdarlığımızı bildiririk. Amirə İsmail qızı, Real İslam, Kristal TV, Şəmkir.